Azərbaycanda nə qədər ki, milli nəfəs alət ifaçıları var, ali təhsilli. Bu işin Azərbaycan Milli Konservatoriyası açılandan onun əsasını qoymaqda bilavasitə əməkdar müəllim Nigar xanım Nəcəfovanın çox böyük bir zəhməti olmuşdur. Həyatda olmasa da bugün onun 60 illik yubileyi münasibəti ilə bu tədbirdə çıxış edirik, iştirak edirik. Hər bir musiqiçinin burada iştirakı vacibdir, çünki biz bir-birimizə dəyər verməyi bacarmalıyıq. O məni həmişə qucaqlayardı, təbrik edirəm səni, pis ifa elədim, yaxşı ifa elədim. Ona bir fərq etməzdi, müsabiqələrdə iştirak edərdim. Səhnə arxasında mən həyəcanlanardım, o mənimlə bir yerdə həyəcanlanardı.